Sizin ermənilərlə qonşuluğunuz, qohumluğunuz, sıx-sıx əlaqələrinizin olduğunu biz ta əzəldən bilirik. Bugün də bilirik, sabah da biləcəyik. Necə də olsa ermənilərin danışdığı ritorikada danışırsınız. Hə, yeri gəlmişkən, ermənilər bizimlə sülh bağlamağa hazırdır. Amma siz çalışırsınız ki, bu sülh olmasın. Necə ki, bu deyirsiniz, Zəngəzur dəhlizi mənim qırmızı xəttimdir. Ay buradan keçəndə mənə nəysə olacaq. Ay oradan keçəndə nəysə olacaq. Dediyim kimi, siz hələ ki, sanksiyalar altında inildiyən ölkəsiz. Siz İsrailə bir tutarlı cavab verməyə cürəti çatmayan, Birləşmiş Ştatlara yalnız Əmrikə deyən və üzünü Azərbaycana çevirən ölkəsiz. Bilirsiniz axı, Azərbaycan humanisti, Azərbaycan yıxılana balta vurmaz. Əksinə, əlindən tutar. Necə ki, bugün də əlinizdən tuturuq. Ona görə də siz elə necə deyərlər, bağırın, çığırın, güya ki, qorxmaz olduğunuzu dünyaya göstərməyə çalışın. Nəticə etibarilə az öncə də qeyd elədim. Az qala bir başı papaxlınız qalmayıb nə molla rejimində, nə də ki, siyasi elitanızda. Bəstəyə bir qədər də gizlədə Müçtəba Xameneyini etdiniz ali dini lider, hansı ki əvvəllərindən o da qorxurdu. Çünki Birləşmiş Ştatlar və İsrail demiş ki, yeni lider kim seçiləcəksə, onu da gəbərdəcəyik. Siz də bir gün dediniz Müçtəba Xameneyi seçildi. Ondan sonra dedilər ki, yox, yalan məlumatdır, Müçtəba Xameneyi seçilməyib, hələ araşdırırıq, axtarırıq. Neysə ki, 5-6 gün yalan danışa, axırda elan etdiniz ki, Müçtəba Xameneyi ali dini liderdir. Amma o seçilən, bu seçilən hələ də Müçtəba Xameneyini görən olmayıb. Bu da sizə İsrailin və Əmrikənin hədiyyəsi. Ayaqlarını bir apardılar, nəfəsini də başqa cür apardılar. Məncə siz üzü Azərbaycana bozarmaqdansa, o Fransanın xoruzu kimi xoruzlanmaqdansa, oturun 2 rükət, arada da bir 4 rükət namaz qılıb Allaha yalvarın ki, müçtəboz süni tənəffüs aparatından xilas olsun.